ayının 50 günlük qış yuxusu müddətində dəraltı pi təbəqəsi 4 kiloqram azalmışsa, o, sutka ərzində tənəffüslə nə qədər su itirmişdir? Maddələr mübadiləsinə aid olan sualımızdır. Qeyd edək. 50 gün ərzində, məsələdə dediyi kimi 4 kiloqram, yəni 4000 qram. Məsələnin cavabını qramla ifadə elədiyi üçün bunu avtomatik qrama çevirək. 4 kiloqram 4000 qram eləyər. Və bir gündə nə qədər istifadə edər? Bunu qeyd edək. Bir gündə istifadə elədiyi x bərabərdir. Deməli, 400 bölsək 5-ə 80 olduğunu taparıq. 80 qram bir gündə istifadə edibdir. Və deyir, sutka ərzində tənəffüslə nə qədər su itiribdir? Təbiidir ki, biz bunu 1 qram parçalananda yağ bilirik ki, 1,1 qram su ayrılır və bu 80 qram nə qədər olar? X olar. Bu da düzgün cavab, deməli 88 qram su itirdiyini tapa bilərik. Düzgün cavab 88 qram.